Herkese salam dostlar, necəsiniz? Bugün sizlərlə Qarabağ karyeralı ilə qarşınızda olacağım. Qarabağı Çempionlar Liginə daşıyacağım. Görək necə olacaq. İlk təklifimiz Fabian Buntiç'dir, görək. Fabian Buntiç. Əsas heyətimizin qapıcısı bildiyiniz kimi Mateusz Kochaczki olduğundan yana Buntiç'i satacağım. Biraz pul yığaq. Aslar FC ile oynayıram, görək. 2-0, Aslar 3-0 qəşəng. Aslar FC-ni utduq. Musa Qurbanlıya təklif gəlib. Musa Qurbanlını da sataq. İkinci Paris FC ilə hazırlıq maçımızı oynayırıq və bərabərə qalırıq. Qəşəng. Aha. Kadromuz belədir. Krison'un sürekli satacağım. Bikalo falan da hamısı burada dostlar. İlk Krison'u satıram. Dani Bolt'u satmayacağım. Abbas Hüseynov'u satacağım. Medina'nı da satmaq fikrim var idi ama satmayacağım. Johnny Montiel buradadır. Yaşları keçmiş futbolçular satacağım. Bədavi Hüseynov'u da satıram. Başqa heç bir futbolçu satmayacağım. İkili hücum oynatmayacağım. Təhli hücum baxın. Ən qəşəng dostlar 4-3-3'dür. 4-3 oynatacağım. Nərman Andrade, Zubir. Hücum süper. Müdafiə zəif oldu. Müdafiəyə qəşəng bir futbolçu transfer edəcəm. Yaş fərqi yoxdur. Onsa biri sümül eləyəcək, 1 il. Potansiyelli 1 milyon artıq verirəm, gəlir. Abdo Dihalia takımıza. Marco ya da Bikadi'dən ikisindən biri çıxacaq. Yəni baxın, bura gəlsək 6 milyon. 6 milyona orta saha axtarım, görək. 6 milyona bax, bir de bunu alacağım. Abone olaq, like ataq, bildirimləri açaq. 7-0 nədir? 8 oldu, 8 gol yedi bizdən. Bu il çox qəşəng başladıq Çempionlar Liginə. Maçlar tez-tez sümül eləyək. Və EFCB ilə oynayırıq. Kevin Medina. Deplasmanda 4-0 duruq. Çətin qaydalar əslində. Johnny Montiel'in qolu ilə super. FCB ilə qarşısındayıq. Bu dəfə də 2 gol və toplam 6-0 ilə məğlub edirik. Maccabi Tel Avivlə oynayacaq Çempionlar Liqasında. 3-1-də Zirəni utduqdan sonra 0 məğlubiyyət, 0 bərabərlik. Və Tel Avivlə oynayırıq. Desin İran komandasıdır. 3-1 uduzduq. Deplasmanda. Çempionlar Ligin keçməliyik həm də. %100 şəkildə keçməliyik. Gəldik. Oyuncumuz sakatdır. Onunla yine bir dənə bunu basaq. Hə uşaqlar. Aha. Nərman niyə oynamır axı? Oynayın da. Aha. Getdi uşaqlar. Hadi Qarabağ. Güvəndim sənə, 3-3 oldu. Qarabağ. Qarabağ uduzma. Can Qarabağ. Oy səni. 6-1. Qəşəng Qarabağ. Kaşuk yedəklərdən girib hat-trick elədi və 7-4 ilə məğlub etdik. Araz ilə oynayacağıq. Çempionlar Liqasında Ajax, Zvada, Real Madrid, Bayern Münih, Bayer Leverkusen, Marsilya, Monaco, Manchester City.
Kurallarda biz heç birini məğlub edə bilməyəcəyik. Ajax və Slavia Prag qarşısında biraz cəhdimiz olacaq yəqin ki. Başqa nə rebuldu gəlsin, yorumlara yazın. Sabahı da 2-1 məğlub edirik. İmişli ilə oynayacağıq, İmişli. Ay, Çempionlar Ligi idi. Fikir vermədim uşaqlar. 3-0 uduzduq. Neftçi Qarabağ, DRB. 1-0, 2-0 məğlub etdik. Nəriman yenə. Möhtəşəmlik. Bilirəm, Nəriman gedib əslində Amerikaya. Amma bu son sürüm olduğundan yeni hələ güncəlləmə gəlməyib. Güncəlləmə gəlsin. Uluslar Kupada Şirvanovka F2 oynayırıq. 2-1 məğlub edirik. Kinezivka ilə oynayacağıq. O takımı mən də tanımıram. Kaşıkdan yenə 2 gol. Nəriman Qaşay. Getdik. Şirvanezviklə ilə oynayırıq. 1-0 və 1-0 uduruq. Vedişovic kendi kalesinə qol atır. İlk 24-ə giririk. Fənər ilk 24-ə girə bilməyib. Real Madrid 24-cü yerdədir. 3-1 Nəriman etdik. Nərimanın gözlənilməyəcək iş. Hadi Qarabağ, Real'ı uda bilərsən. Qarabağ, hadi Qarabağ, Real'ı ud. Bikalyo. Qarabağ Real'ı dağıdır. Sakit olun Real. Üç 0. Kimə gəlir? Marko Yankovic'e gəlir, amma Marko bizi qoyub getməliydik və qoyub getmir. Bayern Münih qarşısında oynayırıq. Hadi Bayern 3-0 uduzuruq. Udma şansımız yox idi, amma yenə də cəhdimizi işlətdik də yəni. Qarabağ dedim bəlkə uduzacaq. Bayer Leverkusen əzəldə rəqibimiz Bayer Leverkusen. 4-0 nədir axı? Qarabağ sən niyə inirsən ay Qarabağ? İlk sezondan oynadığıma görə çətin olacaq da yəni. Heç bir pul falan da qoymuram. Şamaxın udaq. Bərabərə qalmayaq, 3-1 udduq. Nəriman həmişə son dəqiqələrdə. Araz mənə deyir, gəl bizim teknik direktörümüz ol. Mən səni qəbul etmirəm. Və Arazı çeyrək finaldə udub keçirəm. Marsilya ilə qarşısında oynayacağım. Haydi Qarabağ, Araz onsuz da çilədik. Marsilya ay səni. 82-ci dəqiqədə vurdu qolu. Bari bərabərə qap 1 puanımız alardıq. Dost ilk 24'ə girməliyik. Həm də %100 Monaco ilə oynayırıq bir dəqiqə. 25-ci yerdəyik. Monaco'nu %100 udmalıyıq. Hadi Monaco udmalıyıq. Monaco udmalıyıq deyəcəyim 3-0 uduzmaq. Bu necə iş oldu axı? Real uduruq, bunu udanmırıq. Manchester udub, bəlkə Çempionlar Liqasına girmə şansımız ola bilər.
İlk 24'e girməliyik, həm də %100 girməliyik. Yoxsa Çempionlar Liqasında heç bir şey edə bilməyəcəyik. 29-cu yerdəyik. Necə sakat oyuncum var? Kadi sakatlanıb. Mən də deyirəm uşaqlar, niyə belə takım zəifdir? Getdik. Hadi Qarabağ, güvəndim sənə Qarabağ. Qarabağ, Zubir qol vursa da mı udacağıq? Və Çempionlar Ligindən ələndik dostlar. Vaxtımız beləymiş, amma yenə də Real Madrid tutduq da. Bu da böyük bir iş. Leandro Andre'den hat-trick. Və bərabərlikdən bir bərabərliyimiz var. 0 məğlubiyyət. Hadi Qarabağ. Hadi Qarabağ, Bikalio. Qolu ilə 1-0 oluruq və çeyrək finala yüksəlirik. Deyəcəkdim, ali revanş da var imiş. Revanşda 1-0 Emanuel Ada ilə vurduqdan sonra belə oldu. Hadi Qarabağ, uduzma, belə. Bu il Qarabağ ilə yəqin ki 3 dənə kupa ala bilərəm. 3 kupa alsam bəsdir dostlar. Devam. Qarabağ Arazına atılan. Araza qarşı 2-2 bərabərə qalırıq və ikinci bərabərliyimiz. Şamaxı ilə oynayırıq və Şamaxını 5-0 qoyuruq qəşəng. İlk kupamızı aldıq dostlar. Karvan ilə oynayırıq. Karvanı uduzsaq çox pis olardı, amma uduzmuruq. Sabah ilə oynayırıq. 4-1 də qoyduq. $2-0 imişliyin də uduruq. Bu aralar çox qəşəng gedirik. Hadi Qarabağ. 3-0. 1,5 milyon bütçə verir. Uluslar Kupada Zirə Qarabağ maçı. Hadi Qarabağ. 2-0 və Zirəni məğlub edib kupanı qaldırırıq. İkinci kupamızı aldıq. Deyəsən yeni olmayacaq. Dostlar, elə Azərbaycanda 2 kupa var idi. O 2 kupanı da aldıq. Dostlar, videomuz bu qədərdir.